Tradingə başlamaq istəyirsiniz, lakin hazırsınızmı deyə tərəddüd edirsiniz? Gəlin 6 əsas məqamı birlikdə nəzərdən keçirdək. Əvvəlcə özünüzə sual verin. Əlavə maliyyə ehtiyatınız varmı? Çünki tradingə yalnız risk edə biləcəyiniz pulla başlamaq lazımdır. Tradingdə həm qazanc, həm də zərər var. Sizin psixoloji dözümlülüyünüz buna hazırdırmı? Bazarları tanıyırsınız, maliyyə alətləri, qrafikləri oxumağı bilmək və xəbərlərin bazara təsirini başa düşmək lazımdır. Plansız trading dənizdə sükanı olmayan gəmi kimidir. Öz planınız və strategiyanız varmı? Ən uğurlu treyderləri fərqləndirən əsas xüsusiyyət stabillik və disiplindir. Emosiyalara yox, qaydalara əməl etməyi bacarırsınızmı? Və ən əsası, real gözləntiniz nədir? Əgər sizin gözləntiniz bir gündə varlanmaqdırsa, bu tradingin məqsədi ilə üst-üstə düşmür. Çünki bu, uzunmüddətli bir prosesdir. Əgər bu 6 suala dürüst cavab verirsinizsə və özünüzü hazır hiss edirsinizsə, deməli tradingə ilk addımınızı ata bilərsiniz.